Salam, hörmətli auditoriya dinləyiciləri, hər birinizi xoş gördük. Mən bugün sizə maliyyə nəzəriyyəsi fənnindən mühazirə deyəcəm. Mühazirəmizin mövzusu maliyyənin iqtisadi mahiyyətidir. Adəti üzrə deməli mövzunun planı verilmişdir. Mövzu üzrə slayd ekranda göstərilir və sonda mövzunun işlənməsi üçün tövsiyə olunmuş ədəbiyyatların siyahısı sizə təqdim edilmişdir. Biz ümumiyyətlə hər bir fənni, hər bir belə deyək, sahəni öyrənəndə ilk öncə onun iqtisadi mahiyyəti ilə tanış oluruq. Yəni iqtisadiyyatda bu sahənin rolunun nədən ibarət olması, hansı rol oynaması, belə deyək sadə dildə, iqtisadiyyata nə kimi töhfə vermişdir bu sahə? Maliyyənin iqtisadi mahiyyəti dedikdə bir mənalı olaraq deməli başa düşürük ki, deməli maliyyə sahəsi müəssisələr vasitəsilə pul vəsaitlərinin səfərbər olunması və onun dövlət büdcəsində öz əksini tapmasıdır. Bu maliyyənin iqtisadi mahiyyətidir. Mən istəyirəm ki, maliyyə və pul münasibətlərini bir-birindən fərqləndirək və bunu dərindən biz başa düşək. Çünki adəti üzrə auditoriyaya müəllim sual verəndə ki, maliyyəni necə başa düşürsüz? Bir mənalı olaraq hamı maliyyəni finans, pul kimi başa düşür. Yəni, bəli, maliyyə pul ilə sıx əlaqədə olan bir sahədir, ayrılmaz sahədir, amma eyni zamanda da biri-birindən fərqli olan kateqoriyalardır. İlk öncə bir qədər puldan danışaq. Bildiyiniz kimi pul münasibətləri hələ lap ilkin quruluşlarda deməli insanlar arasında natural təsərrüfatda deməli əmtəə formasında iştirak etmişdir. Yəni pulu əvəz edən əşyalar var idi və vaxt keçdikcə mən bunun üzərində çox dayanmaq istəmirəm. Yəni bunun haqqında bilgiləriniz var. Mən sadəcə olaraq bunu xatırlatmaq istəyirəm. Və sonralar xalq təsərrüfatı inkişaf etdikcə, iqtisadiyyat yarandıqca, deməli maliyyə münasibətləri deməli pul münasibətləri maliyyə münasibətlərinə çevrilməyə başladı. Bu nə ilə əlaqədardır? Bu 13-15-ci illərə təsadüf edən bir dövrdə yarandı. Həmin dövrdə ki, ilkin maliyyə münasibətləri İtaliyada deməli yaranmağa başladı, artıq rüşeymlər yaranmağa başladı və bu həmin dövr idi ki, dünyada dövlətin yaranması ilə əlaqədar oldu. Yəni pul münasibətləri belə deyək də fəaliyyət göstərəndə ayrı-ayrı şəxslərin gəliri ancaq gəliri şəklində deməli fəaliyyət göstərirdi və sonra artıq dövlət yarandıqdan sonra elə bir zəmin yaradıldı ki, mütləq pul münasibətləri dövlətin xeyrinə, məsəl üçün dövlətdə büdcənin yaranmasının təmin etsin, mərkəzləşdirilmiş büdcə yaradılsın. Pul münasibətlərindən danışarkən mən qeyd etmək istəyirəm ki, yəni izah etdiyim kimi pul münasibətləri tarixi baxımından çox qədim deməli münasibətlərdir və göründüyü kimi maliyyə münasibətləri ondan çox sonra dövlətin yaranması ilə əlaqədar olaraq yaranmış deməli münasibətlərdir. Yəni bax bunun fərqi tarixi baxımından, tarixi kateqoriya kimi mən sizə izah etdim. Və sonra dövləti münasibətlər yarandıqdan sonra, yəni maliyyə imperativ xarakter daşıdıqdan sonra bir mənalı olaraq dövlət büdcəsinin deməli gəlirləri və xərcləri formalaşdıqdan sonra ilkin olaraq
təsərrüfat subyektləri ilə maliyyə orqanları arasında olan münasibətlər yaranmağa başladı. Yəni təsərrüfat subyektləri dediyimiz deməli müəssisələr işlədikcə, belə deyək, işləyib vergi ödədikdən sonra deməli yuxarı orqanlar arasında, yəni bir mənalı olaraq Vergilər Nazirliyi ilə arasında deməli maliyyə münasibətləri yaratmış oldu. Sonra yuxarı təşkilatlarla yaranan deməli maliyyə münasibətləri, bölgü münasibətlərini biz qeyd edə bilərik. Kommersiya fəaliyyəti ilə məşğul olan müəssisə, birlik və təşkilatlar ayrı-ayrı işçilər arasında olan, məsəl üçün belə deyək də, əmək haqqının ödənilməsi zamanı baş verən münasibətlər və yaxud qiymətli kağızların buraxılması, səhm istiqrazların buraxılması, yerləşdirilməsi, yəni reallaşdırılması, dividendlərin ödənilməsi proseslərini, yəni biz göstərə bilərik. Daha sonra təsərrüfat subyektlərinin nizamnamə kapitalı formalaşdırmaq üçün yaranan maliyyə münasibətləri, sığorta təşkilatları ilə deməli yaranmış münasibətlər deməli sığorta ödənişlərinin verilməsi prosesində meydana çıxan, daha doğrusu pul münasibətləridir. Sonra bank kredit təşkilatları ilə kredit verilərkən, müəssisə kredit götürərkən, kredit ödəyərkən baş verən deməli münasibətlər və s. bunun haqqında deməli çox danışmaq olar. Və maliyyənin iqtisadi mahiyyətindən biz deməli danışarkən mütləq qaydada maliyyənin tərifini bir qədər mən sizə belə deyək, yadınıza salım, izah eləyim. Mən istəyirəm ki, elə izah eləyim ki, siz bunu bir dəfəlik dərk edəsiniz. Çünki maliyyə nəzəriyyəsi fənni baza fənnidir. Yəni bundan sonraki keçiriləcək deməli dərslərdə bank işində, sığorta işində, korporativ maliyyədə və digər fənlərin öyrənilməsində bax sizə bu baza fənni kimi həmişə yaddaşınızda deməli qalmalıdır. Yəni maliyyənin tərifi deməli pul fondlarının ümumdaxili məhsulun və milli gəlirin bölgüsü nəticəsində pul fondlarının yaradılması, onların bölgüsü, onların istifadəsi və onlar üzərində nəzarəti həyata keçirən bir elmdir. İqtisadi mahiyyəti də mən sizə dedim ki, bayaq xatırlatdım ki, iqtisadi mahiyyəti də ondan ibarətdir ki, maliyyə vasitəsilə müəssisələr deməli pul vəsaitlərini səfərbər edir və dövlət büdcəsinin yaranmasında mühüm rol oynamış olur. İkinci deməli bizim plan üzrə sualımız, mən qeyd etmək istəyirəm ki, pul münasibətləri, maliyyə münasibətləri xarakterizə etdik. Bunların əlaqəli, ayrılmaz, fərqli cəhətlərini mən izah elədim. Bir məqamı da sizin yadınıza mən salmaq istəyirəm ki, hər pul münasibətləri maliyyə münasibətlərinə çevrilə bilməz. Yəni ayrı-ayrı şəxslər arasında baş verən pul münasibətləri, istər borc halında, istər deməli hədiyyə halında, istərsə belə deyək də sələmçilik xarakteri daşıyan pul münasibətləri maliyyə münasibətləri adlandırıla bilməz. Sual olunur ki, nə üçün? Çünki bu münasibətlər üzrə əgər dövlət büdcəsinə istər rüsum, istər cərimə, istər digər ödənişlər ödənilmirsə, bu maliyyə münasibəti adlandırıla bilməz. Bir mənalı olaraq dövlətin, yəni bundan xəbəri yoxdur. İkinci bizim sualımız mühazirə üzrə maliyyənin funksiyalarıdır. Funksiya ümumiyyətlə nə deməkdir? Yəni hər bir sahənin,
hər bir belə deyək, elmin yerinə yetirməli olduğu vəzifələr. Maliyyənin funksiyası dedikdə onun yerinə yetirdiyi əsas iki funksiyadan biz danışacağıq. Bölgü və nəzarət funksiyasından mən sizə danışacağam. İki funksiya yadınızda qalsın. Bayaq puldan danışanda biz dedik o 5 funksiyanı yerinə yetirir. Dəyər forması, tədavül, tədiyyə, yığım və dünya pulu funksiyasını yerinə yetirir. Yəni istər tarixi baxımından, istərsə yerinə yetirdiyi funksiyalara görə pul maliyyədən daha geniş kateqoriyadır. Bunu həmişəlik, yəni yaddaşınızda saxlayın, yadınızda saxlayın. Pul maliyyədən daha geniş kateqoriyadır. Maliyyə iki funksiyanı yerinə yetirir dedikdə, ilk funksiya kimi deməli bölgü funksiyasından biz danışacağıq. Maliyyənin bölgü funksiyası milli gəlirin bölüşdürülməsi, ümumdaxili məhsulun bölüşdürülməsi və yenidən bölüşdürülməsi ilə həyata keçirilir. Və yeri gəlmişkən milli gəlir iki hissədən ibarətdir. Yığım və istehlak fonduna bölünür. Bu hissələrin nisbəti iqtisadiyyatın inkişafının proporsiyalarını, yəni düzgün bölgüsünün, düzgün hissələrlə bölgüsünün strukturunu müəyyən edir. Milli gəlir bölüşdürüldükdən sonra isə yenidən bölüşdürülməsinə obyektiv zərurət yaranır. Yəni, baxın, ilk olaraq sosial inkişafın təmin edilməsinin zəruriliyi. Bu mütləq təmin edilməlidir. Milli gəlir yaradılmayan qeyri-istehsal sferaların mövcudluğu. Dövlət ticarətçiliyi, təhsil, səhiyyə, sosial təminat sahələrində yenidən bölgü münasibətləri deməli təzahür olunur və yaxud sahibkarlıq üçün əlverişli şərait yaradılmalıdır. Bunun əhəmiyyəti ondadır ki, yəni dotasiya, subsidiyanın verilməsi tələb edilir. Və beləliklə də milli gəlir və həm yığım fondunda, həm istehlak fondunda bölünməklə istehsal və qeyri-istehsal sferalarının yenidən bölüşdürülməsini təmin etmiş olur. Maliyyənin ikinci funksiyası, əsas funksiyalardan mən bugün söhbət edəcəm. Bəzi ədəbiyyatlarda 3 funksiyadan bəhs edilir, amma əsas, yəni Təhsil Nazirliyinin qəbul etdiyi standartlara uyğun olan vəsaitdə, maliyyə dərsliyində maliyyənin əsas iki funksiyası izah olunur. İkinci funksiyamız nəzarət funksiyasıdır. Nəzarət funksiyası özü bölgü funksiyasından törəyir. Yəni, hər şey bölüşdürüldükdən sonra və yenidən bölüşdürüldükdən sonra deməli, fondların bölgüsü, onların hansı məqsədlərə xərclənməsi üzərində deməli, nəzarəti bildirir. Yəni, bilirsiniz ki, iqtisadiyyatın, belə deyək də, əsas baza hissəsini, onurğa sütununu, belə deyək, maliyyə təmin edir və maliyyədə ölçüsüz, biçisiz heç bir şey baş vermir. Heç bir əməliyyat, heç bir hadisə baş vermir. Yəni, nəzarət vasitəsilə maliyyə orqanlarının həyata keçirdikləri bütün əməliyyatlar yoxlanılır. Nəzarət funksiyası, yəni bir mənalı olaraq yoxlamanı həyata keçirən funksiyadır. Müəssisələrdə maliyyə vasitəsilə pul gəlirlərinin əmələ gəlməsinə və qənaət üsuluna əməl edilməsinə, maddi və əmək resurslarından istifadə edilməsinə, əməyin kəmiyyət və keyfiyyətinə, əsas kapitaldan və dövriyyə fondlarından
hansı şəkildə istifadə olunması, həvəsləndirilmə fondlarının yaradılması, istifadəsinə daha doğrusu manatla nəzarət edilir. Lakin müəssisədə maliyyə nəzarətinin başlıca vəzifəsi kimi biz mənfəətin yığım fonduna və istehlak fonduna yenidən bölgüsünü daha doğrusu deməli istifadəsinə nəzarəti daha belə deyək də üstün bilirik. Çünki maliyyə məhsul istehsalı satışı prosesində deməli həmin prosesdə pul vəsaitləri fondlarının düzgün yaradılması, bölgüsü və istifadəsinə nəzarət aləti kimi çıxış edən bir kateqoriyadır. Mən üçüncü suala keçmək istəyirəm. Maliyyənin zəruriliyi. Yəni hər bir cəmiyyətdə maliyyənin zəruriliyi aşağıdakı şərtlərlə əlaqədar olmuşdur. Bax, bunlardan birincisi, biz dövlətin fəaliyyət göstərməsindən danışa bilərik. Cəmiyyəti idarə etmək üçün bilirsiniz ki, dövlətin olması məcburidir. Əgər dövlət varsa, deməli, o hansısa funksiyanı yerinə yetirməlidir. İdarəçilik funksiyasını, təsərrüfatçılıq funksiyasını, müdafiə kimi çoxsaylı deməli, funksiyaları yerinə yetirməlidir. Və dövlətin əlində bu funksiyaları yerinə yetirməsi üçün müəyyən qədər vəsait cəmlənməlidir. Həmin vəsaitlər dövlətin yaradılmasının deməli, ilk dövrlərinə təsadüf edir və natural yığımlar hesabına ödənilirdi. Cəmiyyətin inkişafı, idarə etmənin mürəkkəbləşməsi, deməli, dövlət gəlirlərini, xərclərini, bütövlükdə maliyyə münasibətlərini meydana, belə deyək, meydana gətirdi, fəaliyyətini gücləndirdi və beləliklə də onun zərurətini hiss etdirdi. İkinci, biz əməyin kəmiyyət və keyfiyyətinə görə bölgünün fəaliyyət göstərməsini nümunə göstərə bilərik. Təsəvvürünüzə gətirin ki, biz zavodda işləyirik və soyuducu istehsal edirik. Və bizim tələbatımız eyni zamanda başqa bir məhsuladır. Həmin müəssisə ayın axırında əmək məsrəflərimizi, əmək haqqımızı hesablayır. Həmin məhsulla bizim məcbur tələbatımızı, yəni ödəməsini təmin edir. Ona görə də ümumi ekvivalent formada pula bizim əməyin ödənilməsi deməli baş verir. Proses baş verir. Biz isə öz tələbatımıza uyğun əmtə alırıq, istədiyimiz əmtəni alırıq və əmtə pul münasibətlərinə uyğun maliyyə münasibətləri artıq zərurəti formalaşmağa başlayır. Mən üçüncü suala keçmək istəyirəm. Maliyyənin zəruriliyi. Yəni, hər bir cəmiyyətdə maliyyənin zəruriliyi aşağıdakı şərtlərlə əlaqədar olmuşdur. Bax, bunlardan birincisi, biz dövlətin fəaliyyət göstərməsindən danışa bilərik. Cəmiyyəti idarə etmək üçün bilirsiniz ki, dövlətin olması məcburidir. Əgər dövlət varsa, deməli, o hansısa funksiyanı yerinə yetirməlidir. İdarəçilik funksiyasını, təsərrüfatçılıq funksiyasını, müdafiə kimi çoxsaylı deməli, funksiyaları yerinə yetirməlidir. Və dövlətin əlində bu funksiyaları yerinə yetirməsi üçün müəyyən qədər vəsait cəmlənməlidir. Həmin vəsaitlər dövlətin yaradılmasının deməli, ilk dövrlərinə təsadüf edir və natural yığımlar hesabına ödənilirdi. Cəmiyyətin inkişafı,
idarə etmənin mürəkkəbləşməsi, deməli, dövlət gəlirlərini, xərclərini, bütövlükdə maliyyə münasibətlərini meydana, belə deyək, meydana gətirdi, fəaliyyətini gücləndirdi və beləliklə də onun zərurətini hiss etdirdi. İkinci, biz əməyin kəmiyyət və keyfiyyətinə görə bölgünün fəaliyyət göstərməsini nümunə göstərə bilərik. Təsəvvürünüzə gətirin ki, biz zavodda işləyirik və soyuducu istehsal edirik və bizim tələbatımız eyni zamanda başqa bir məhsuladır. Həmin müəssisə ayın axırında əmək məsrəflərimizi, əmək haqqımızı hesablayır, həmin məhsulla bizim məcbur tələbatımızı, yəni ödəməsini təmin edir. Ona görə də ümumi ekvivalent formada pula bizim əməyin ödənilməsi deməli baş verir. Proses baş verir. Biz isə öz tələbatımıza uyğun əmtə alırıq, istədiyimiz əmtəni alırıq və əmtə pul münasibətlərinə uyğun maliyyə münasibətləri artıq zərurəti formalaşmağa başlayır. Və mən nəzərinizə çatdırmaq istəyirəm ki, bütün normal inkişaf etmiş cəmiyyətlərdə bildiyiniz kimi bir neçə mülkiyyət forması fəaliyyət göstərir və bu mülkiyyət formaları arasında iqtisadi əlaqələri həyata keçirmək üçün əlbəttə ki, yenə də əmtə pul münasibətlərinin və maliyyənin mövcudluğu, maliyyənin olması deməli zəruriyyəti yaranır. Yəni bu zəruridir. Mütləq iqtisadiyyatla maliyyənin bağlılığı istənilən cəmiyyətdə, istənilən mülkiyyət formasında deməli özünü təzahür edir. Keçirik biz növbəti suala, axırıncı suala. Maliyyə resursları haqqında da bir qədər məlumat verim. Yəni, resurs anlayışı bizim bildiyimiz kimi ehtiyat, mənbə, vəsait kimi şərh edilir və zəruri hallarda ona müraciət olunur. Bax, bu da maliyyənin zəruriyyətini, zəruriliyini isbat edən bir anlayışdır. Resurs anlayışı bütün müəssisələrdə, bütün təşkilatlarda maliyyə resursları yəni formalaşır. Eyni zamanda mərkəzləşmiş fondlara, yəni dövlət büdcəsi, büdcədən kənar fondlar və eyni zamanda qeyri-mərkəzləşmiş maliyyə resurslarına, qeyri-mərkəzləşmiş, yəni bu hər bir müəssisənin pul vəsaiti fondu kimi yəni adlandırmaq olar. Maliyyə resursları ümumdaxili məhsulun və milli gəlirin bölüşdürülməsi nəticəsində yaradılır. Ümumdövlət səviyyəsində maliyyə resursları formalaşır, yəni makro səviyyədə formalaşan maliyyə resursları mərkəzləşdirilmiş maliyyə resursları fondları, maliyyə fondları daha doğrusu mərkəzləşdirilmiş maliyyə fondları adlanır və müəssisə səviyyəsində yaradılan maliyyə resursları mərkəzləşdirilməmiş fondlar kimi qiymətləndirilir. Milli gəlirin bir hissəsi müəssisədə formalaşdığı üçün onun sərəncamında qalır. Yəni müəssisənin öz ixtiyarında qalır və mikro səviyyədə qeyri-mərkəzləşdirilmiş fondlar yaradılaraq müəssisənin istehsal məsrəflərində istifadə olunur. Məqsədli pul fondlarının yaradılması, məsələn, əməyin ödənilməsi fondu, istehsalın inkişafı fondu, maddi mükafatlandırma fondu və sair digər zəruri olan fondların yaradılmasına
dövlət büdcəsi, banklar, malverənlər, sığorta orqanları və digər müəssisələr arasında öhdəliklərin yerinə yetirilməsi üçün istifadə olunur. Maliyyə resurslarından danışarkən biz habelə xammal, material alınması üçün, əməyin ödənilməsinin maliyyələşdirilməsi üçün istifadə olunan vəsaitləri nəzərə almalıyıq. Müəssisənin maliyyə resursları müəssisənin xüsusi vəsaitləri və cəlb edilmiş vəsaitlər hesabına formalaşır. Yəni, xüsusi vəsaitlər dedikdə biz müəssisənin nizamnamə fondu üzrə yerləşən vəsaitləri, ehtiyat fondunun fondu üzrə yerləşən vəsaitləri və cəlb edilmiş vəsaitlər dedikdə, yəni borc alınmış vəsaitlər hesabına deməli formalaşır. Yəni, istər xüsusi fondlar, müəssisənin, yəni öz fondları və istərsə borc alınmış vəsaitlər səbəbi nə maliyyə resurslarını formalaşdırmaq olar. Əsas mənbə isə deməli mənfəətin alınmasıdır. Diqqətinizə görə çox sağ olun. Sonda mən deməli ədəbiyyat siyahısını təqdim edirəm və son ədəbiyyatlardan materiallar son ədəbiyyatlardan işlənmişdir və diqqətiniz üçün təşəkkür edirəm.